Yollar, yollar. Elə hey uzanıb gedir. Haralara aparır bizi bu yollar? İndi bu dəqiqə, bu an bizim kəndimizə aparır sizi bu yollar. Çox sevirəm kəndimizi. Bəs necə? Doğma torpağı sevmək olar? Bu da kəndimizin yolları. Həyat yolları kimi kələ-kötürlü. Bilmirəm, bəlkə hamar olsaydı bu yollar, bu qədər sevməzdim kəndimizi. Bu da bizim həyat. Hara gedirsiniz? Olmaz, anam kimdir orada? Bura bizim evdir. Şəkildəkilər isə bizim nəsildir. Aşağıda yatan mənəm. Baxın, bu nəslimizin ağsaqqalı babamdır. Nənəmin ölümü ona həmən təsir eləyib. Təhqal baxın, bu böyüyəmin paxoşdur. Şəhərdə yaşayır. Aylarla kəndə gəlməz, bəyənmir buraları. Uşaqlıqdan arzusu polis rəisi olmaq olub. Elə indi də o arzu ilə yaşayır. Amma qəssab olub. Bu ikinci əmim zirifdir. Çox əhlikəv adamdır. Dünya aləm vecinə deyil. 5 oğlu var. İndi də qız növbəsindədir. Ay oldu ha. Ha, necə deyərlər, bu da mənim emigrant əmimdir. Babam demişkən, aradan itəndə illərlə tapmaq olmur. Deyilən görə rüsiyetdədir. Heç nənəmin yasında da tapmadı onu. Bu isə büyüm Məryəmdir. Yox, göründüyü qədər fağır deyil. Təhli onun üzü. Bari şəhərdə özünə birər tapsaydı. Bu boş çərçivədə mənim atamın şəkli olmalı idi. Amma mən doğulmamışdan 6 ay əvvəl o yox olub. Kim deyir Qarabağ uğrunda döyüşlərdə həlak olub, kim deyir itkin düşüb, kim də deyir ki, hələ dağlarda partizanlıq eləyir. Nəysə həmişə yuxularımda onun soyuducudan çıxan görürəm. Mən əminəm ki, atam sağdır. O hələ də düşmənlərlə döyüşür və bir gün mütləq qayıdacaq. Bu bizim pişikdir. Dünəndən küçülük. Ha, bu da mənim anam yetərdi. Maşallah, hamıya yetərdi. Biz 2 nəfər olsaq da, anam adəti üzrə yeməyi 3 nəfərə hazırlayır. Artıq mən oyandım. İndi hər səhər olduğu kimi eyni sualı verəcəm və həmişəki kimi eyni cavabı alacağam. Sonra da durbinimi götürüb kəndimizə baxmağa gedəcəyəm. Ana, sən yenə 3 nəfərlik yemək hazırlayırsan? Hay bala, axı mən sənə demişəm. Dədəm bizlə olmasa da ruhu buradadır. Evimizdə, həyatımızda, kəndimizdədir. Dədə, ruhun şad olsun. Məni dolamısan, nə? Deyirəm, gör, bu Nuruş bala neçə vaxtdır ortalıqda yoxdur. Güya kişinin oğlu partizanlıq eləyir. Hə, arvadı yetər də andamanı eləyir ki, əyimləri Nuruş balanı siz görmüsünüzsə, mən də görmüşəm. Əyimləri deyir, onun əli sizə bax beləcənə dəyifdirsə, mana da dəyifdir. Bax, deməli, şəxsən mən. Onlardan hardasa bax belə bir 3-4 il olar ki, Nuruş balanı görürəm.
Sən görmüsən. Yox, çoxdandır mən Nuruş balanı görməmişəm. Ay belə atan oldu behişlik. Belə oldu rəhmətlik. Yaxşı mənim deməyim odur ki, bunun əri Nuruş bala yanında olmaya. Niyə bunun qarnı burnuna dəysin? Ay, bacı belə deyirəm bizim ərlərimiz yanımızda ola səhərdən axşamacan, axşamdan səhərə qədər. Niyə onda bizim də qarnımız burnumuza dəyməsin? Ay, Ay bəsdi xala, sənin doğan vaxtından keçib axı. az mən də biləm, mənim doğan vaxtım çoxdan keçibdi. Mən misal üçün deyirəm dana. Az bura bax, sən belə biraz bir cür adam oxşuyursan ha. Birdən gedib mən dediyim söz ona xəbər verərsən. Hücum çəkər gələr mənim üstümə hayasız şeydir. İştonkus oxşuyur. Mənim ona gücüm çatmaz. Ay arvad, sən də bu köhnə xasiyyətindən əl çəkmirsən. Özün deyirsən, özün yozursan. Mən ağılsız, axı niyə sənə qulaq asım? Az ağılsız sən deyilsən, ağılsız mənəm ki, sənin kimi axmaqla söz danışıram. Xəbərçinin biri xəbərçi. Yer get xəbərlə. Pay. Axı günah məndədir. 100 dəfə özümə söz vermişəm ki, bu tökülmüşlərini saxla. Danışma. Kimə deyirsən? Gənə də barıtın çox eləyirəm, səsi bərk çıxır. Moskvadan İrayımıza gelen avtobus dayanacağa yakınlaştı. Gelenleri karşılayabilirsiniz. Родина мой, дашь мне, дашь. Salam Aksakal. Salam. İşte senin otobüsünden geçsem, düşende ne kadar vermeliyim? $200 cəmi 20 dəqiqə. Sen ne danışırsan ha? Senin Allah'ın yoktu. Kıymetim birdenbire divayla kaldırmak olar. Hay! Safterem bir tane safterse kurban olur. Özde bütün avtobüsler 10 kap yaparır. Bir tane sen 20 kap yaparsın. Bu bir yavırtılık de ya. Belki senin kaşın karadı. Bizim haberimiz yoktu. Hay! Ha! Qardaş, departamentdənsən? Yok hay. Jurnalistsən? Ne? İstehlakçıların müdafiə komitəsindənsən? Yok! Ha! Və burada nə qoz qırırsan, hə? 20 köpüyünü xırdalamaq istəyirsənsə, gedək Şengiyə. Get, yolun qırağıyla. Bir dakika. Başla. Sağa sola baş, maşın vurar. Bu vatan torpağına ayak basmaya adam peşman eləyirlər. Bir yavruculudur valla. Ne böyüye hürmet kalıb, ne kütüye hürmet kalıb, ne aksakkala hürmet kalıb, ne kanı sakkala. Peşmansan bir kelime söz soruşasan. Çıxaydı ərəsin düzündə qavağıma, vidila что какое мальчик родилась матерью. Belə də vatanda vatan oğlunun təpiyi də şirindir. Nədir ama nəsə bir nicayatsılığım var, nayatsılığım var. Əşi, nə narahatçılığı, bunların hamısını görə gəlmişik. Bu Prins Davud ya Ağsaqqal. Nəsə suyun kişincə kim yerənsə, Ziyadxan kişinin oğlu Quduşam. Ay Musa dayı. Tədinə qaydaşım oğlu sanki. Rəfiq, bura bax, Ziyadxan kişi nətərdir? Bu yaşda ayvasız çətin. Musa dayı, mən çoxdan da evdən işdən çıxmışam. Evdən işdən xəbərim yoxdur. Один лето, 2 или 3 лета не вспомню уже. Я была уже в Россию, да, oradayım. Elə mən də bir həftə idi ki, kənddə yox idim.
Veteranlar Şurası'nın iclasına gitmiştim. Orada vəziyyət nətəydi? Bazarda işləməyə imkan verirəmi? Allah sizinkiləri saxlasın. Mənim də 2 oğlum universitetdədir. Allah saxlasın. Şükür, yaxşıdırlar. Yaxşı işləyirlər. Bazaydan meyvə satırlar. Sən hansı bazaydasan? Ağsaqqal, mən bazarda deyiləm, alma armud satmıram. Mən başqa işlərlə məşğulam. Siz deyilsə, nə işlə məşğulsan? Sirdən də elə bir sir qalmayıb. Bəzən televizyona baxmırsan, ha? Baxsaydın xəbərin olardı. Bir 2-3 dəfə Messi'də göstəribdilər. 4-5 dəfə Novosti'də göstəribdilər. Bu cəmaatı belə pul yatırıbsa, ты меня понял, то я авторитет, çuvak. Yox, baba. Mənim belə şeylərdən başım çıxmaz. Deyən görüb 500 manat pul qazana bilirsənmi? Ha, rəhmətli oğlu. 500 qəpik qazansaydım, zachем я здесь вернулся, да? Не понял mi? Bəs deydin, onun bunun belinə pul yazırıq. Yazmağını yazırıq, ha ne olsun? Kimdi bize pul veren? Ha bu 10 qəpikli avtobus bu ülkede ya yok. O kişi də xəstələnəndən həyat baca lap yiyəsiz qalıb. Deyirəm adamın bu qədər oğul uşağı olar. Neçə ildə bir dəfə də olsun, biri də gəlib maraqlanmaya ki, dədəm ac susuz ölübdü, qalıbdı. Axırıncı dəfə anaları rəhmətə gedəndə gəlib getdikləridir. Belə də atana haqqını udan övladlar olar. Dünəndən Ziyadxan kişi həyat bacada görünmür. Qulaqlara qurğuşum, birdən İraq canından kişiyə bir şey zad olar. Qonşu, ay qonşu. Qonşu, ay qonşu. Gülmüsə, birdən mən ölsəm. Əşi, ölsün səni istəməyənlər, elə demə. Gülmüsə, səndən bir qonşu kimi yer göy qədər razıyam. Allah təala səni qonşuluqdan əskik eləməsin. Oy, o nə sözdür danışırsan ay qonşu? Bəs qonşu qonşuya nə gündə lazımdır? Yəqin səhərdən heç nə yeməyibsən. Biraz öydə çay çörək hazırlamışam. Gətirim ye. Yoxsa üzülüb lap taqətdən düşərsən. Yox, heç saat lazımdır. Tərslik eləmə ay qonşu. Uzanıb tavana baxmaqla qarın doymaz. O doktor Talıbın da dalıca uşaq göndərmişəm. Xəbər elədilər ki, fermiyə gedib, axşam gələcək. Doktor Talımın müalicəsi məlumdur da. 100 qram araq, bir başda sarımsaq. Sən ondansa qonşu kənddə Molla Məmiş var ha. Onun dalıcan adam göndər. Əşi yox, elə belə söz vermişdi ki, bana kəlmə-i şəhadəti mürc edəcək. Bundan artıq sana nə hörmət eləyək ya biz? Rəis, vicdanım haqqı mənim o birisi işdən də xəbərim yoxdur. Tüpürüm sənin vicdanına. Silmə! Səndə vicdan var. Neçə ildir bu millətə dana ət əvəzinə eşşək əti satırsan. Elə bilirsən bilmirik. Vicdanımıza boğulur. Deyirəm millətimizin oğludur, o özünə çörək pulu qazansın. Dədənin gör haqqı, o qurumsun. Sən ata qədir bilirsən. Sən şəhərdə boynunu yoğunlanıb gəzəndə, dədən kənddə yəsiz acından öldü. Bunu da yalan deyirəm, qurumsun. Ataman oğlum, buna yox idi ha. Buna yox idi. Ona eşşə söhbəti də o eləyirdi.
Yazıq eşşək. O da mənim kimi suyu içəndə üfrə-üfrə içir. Amma nə xeyri var? Adamın adı çıxınca canı çıxsa yaxşıdır. Aya, bu nə yuxu idi aya, özü də teatr səhnəsində. O necə dedi? Özün şəhərdə boynumu yoğunladıb gəzəndə dədən kənddə acılar öldü. Aya, birdən kişinin başına bir iş gələr. Kənddə biabır olar. Çoxdandır kənddən xəbərim yoxdur. Bugün mütləq gələk kəndə gedəm. Amma atalar yaxşı deyib. Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Her şey yaddan çıxır. Saniyəsinə qədər yadımdadır. Qeyrətinə qurban olduğum Nuruş. Çaycıdan arğın yorğun gəlib, elə bir loxma çörək yemək istəyirdi ki. Mən biri qurmuş dedim, Nuruş səni vayanqamatdan soruşurlar. Deyən səni müharibə aparıb falan, yedim bu yaşarlı. Ama bacı, bak göydə Allah var bacı. Nuruş, bak, eləcə sümü yerə qoyub. Bak, birə qalxıb, bana bircə kəlmə söz dedi. Dedi, yetər. De ki, vətən sağ olsun. Qeyrətinə qurban olmay qardaş. Qeyrətinin başaq başı elə o çıxardı. Ölüsü məlum, dediğisi var. Vay be, amızramızdı. Kendimiz necə də dəyişib, necə də gözəlləşib. Amma deyirlər ki, şəhəri vapşe tanımaq olmur. Vapşe dəyişib. İndi şəhərdə alçaq bina qalmayıb. Hamısını ucaldıblar, uzadıblar. Hələ bir də deyirlər ki, moşlu körpülər tikilib. İndi hamı göydə gəzəcək. Yerdə gəzən olmayacaq. Hamı bir-birinə yuxarıdan aşağı baxacaq. Oy. Deyəsən, acından filosof oluram. Nuruş gedəndən 9 gün sonra balam dünyaya gəldi. Dedim, qoy Nuruşma xoş olsun. Ruhu şad olsun. Adını Qeyrətdin qoydu. Aye, gəl bura. Yenə kəndimizə baxırdıq. Başı doymura kəndə baxmaqdan. Allah daşladım, sağ ol, Allah səhifləri sağlasın. Haqqadan Allah. Bu dədənə yazdığın şeiri deyir, xala qulaqsın. Düşmən gəlib dörd tərəfi alıbdı. Qeyrətinə qurban olum ay dədə. Anam yetər gözü yolda qalıbdı. Qeyrətinə qurban olum ay dədə. Qeyrətinə qurban olum ay dədə. Can Nuruş, qeyrətinə qurban olum ha Nuruş. Abaşı, bu nə səsdir belə? Şimşək, Az nə şimşək. səs? Hardansa səs gəlir. Babacı televizorun sesini yaydı, uşağı qaldırıb. Ay, sən də gözləmə deyməm, sən televizorun sözünü qaldırma. Yox, qartal ac olmur. Şimşək, şimşək, mən qaşqaldaram, mən qaşqaldaram. Quyuydu, ona sevgimcəydi. Quyuydu, sevgimdən. Həmin o medalı da onda almışam. Aslanım kadar saklayasan, sözünü de getirəm. Aslanım kadar saklayasan. Elə o döyüşdən Hadi eve gedirəm, eve bir adamla gedim Elə o görsün. döyüşdən sonra Nemelislərin deyir quyuydu. Sen olmasaydın bilinmirdin. Bilemez, nasıl lazımdır. Aksakal düşersen pulum çatıb. Qadının elindən salam söyləyərsən. Qədəmi görsəm elə bir ki salam söyləmişəm. Ha. Doktor gələcək. Ona 6 şirvan pul verərsən, 2 kilodan mal əti. Sümüklü olsun. Bozartmalıq üçün. Baş üstə. Bu nə yuxuydu ha? Salam cənab reis. Serjant Əmrəli Qulamoğlu sərəncamımızdadır. Hadi abi.
Sənül, elə bilərsən ki, bu bir Şirvana görə sənə kes verirəm. Yox, vicdanım haqqı yox. Ölməyə təzə rəis gəlib. Özü də 50.000 verib. Mən ona salam verməmək üçün bir aydır şöbəyə getmirəm. Sən elə bil bizim pulumuzun nömrəsi yoxdur da. Bir də tək pul verib 2 diplom almışam. Nə xeyri var? Sənin o rəisin 50.000 verib, mən gözümü yumub 100.000 verərəm. Amma kimə verim? Bir dəfə 45.000, bir dəfə də 50.000 pulumu apardılar. Pulumu istəyəndə də saldılar məni, 3 gün döydülər. Dedim, ay balam, az vermişəmsə, gedim yenə gətirim də. Daha döymək nə lazım? Hamımız özümüzə görə şəxsiyyətli insanlarıq. Bir də bu rəis olanların bizdən nə artıqdır? Pulumuz pul, 2 dənə də qatı açılmamış diplomum. Rəis, öz aramızdır. Ağlı başında olan adama bir diplom da bəsləyir. Yox, Əmralı, sən bilməyən çox işlər var. Sağlığına hələ 1-2 diplom da alacam. Orta məktəbdə oxuyanda çoxlarının gözü məni götürmürdü. Ona görə məktəbi qurtarmağa qoymadılar. Интересно. Salam Məryəm bacı. Sən oradan çıxdın cimbala? Nə lazımdır sənə? Mən sizin kətdəki Əhməd kişinin oğlu Şahmərdanam. Hansı Əhməd? Türk Əhmədin də. Yaxşı deyiblər ki, kasıb itin adını ya gümüş qoyar, ya da ki qızıl. Sizin yadınıza gəlməz, mən o vaxtlar balaca olardım. İndi maşallah, maşallah, böyük iş olmuşsan. Elə şəhərə gəlirdim, qonşunuz Gülnisə xala. Hələ dayan gör. Qonşunuz Gülnisə xala dedi ki, bu məktubu sizə çatdırın. Çox sağ ol ki, çatdırdın. İndilərdə müdiriyyət gələsidir. Yoxsa səni dəvət eləyirdim, çayda zaddan içərdin də. Yox, çox sağ ol, çox sağ ol. Şəhərdə elə mənim bir sürü işlərim var. Hə də, əsas işdir. Ölkənin problemləri çox. Sən də ki, tək. De, get. Qurban olduğumun da çox qəribə işləri var da. 20 santimetr nəmə nədir ki? Bunu da buna qıymayıb. Heç olmasa qlazokdan görünsün də. Sağ olun. Aha! Axır ki səni tutdum. Onlar nə yaparsa? Dədəmin evinə. Et küçüyü. Şpiyon kimi güdən məni azaydı. Sən də bir yandan çıxdın. Allah ürəyim. Atam gəlsin hamısını deyəcəm. Gündüz dəfə hara gedirsən? Yeter buradan. Et küçüyü. Deyəcəm ha. Be məni kimə tapşırırsan ay dədə? Məni qoymana gedirsən ay dədə, be məni kim ələ verəcək? Uy, sən niyə qarnın bu qədər şişib? Arı sancıb. Nə? Arı sancıb? Sən öləsən, baxmaram boylu olmaq var. Nataraz sualı natarazda cavab olar. Qıraqdan baxan da deyir, bu yazığın heç zamandan xəbəri yoxdur. Sabaha kimi atdığım düygünlər boşa getmir. Demək istəyirəm ki, bu gün qarnın biraz da çox şişib. Daha demədim ki, məndən söz görəsdir. Uşaqlar haradadır, dinlənlə gözümə dəymirlər. Şükür, çox tez ayılıbsan. Dünəndən uşaqları anamgilə göndərmişəm. Heç mənə lazım olanda anangilə göndərmirsən uşaqları. Yaxşı sən al, ətimi töymə. Dedim xəstəxanaya gedəsi olarıq, uşaqlar ortalıqda qalmasın.
Uca sancı məni doğrayır. Sabahdan heç hərəkət də eləyəmirəm. Bax, sana deyirəm. 5 uşaqdan sonra bir qız istəyirəm. Arzumu gözümdə qoyma. Başqaları kimi oğlan istəmirəm ha. Ziriş, oğlanlarının 5-i də elə bil fırt eləyib burnundan düşür. Deyirəm bu uşaq da qız olub böyüyəndə sir-sifətdən sağıqşasa, qorxuram ki, evdə qalsın. Sən nə vara-vara danışsan? Uşaq dədəsinə oxşamayıb kimi oxşasıdır ki? Hünərin var mənə oxşaması, onda günü görərsən. Ay Ziriş, vay! Ədə öldüm, ədə tez elə. Az qurban olun, biraz döz gedim doktor Talıbı gətirib. Ay, inəyimiz doğanda doktor Talıbı gətirərsən. Ay, tez elə məni rayona çatdır. Ay, öldüm. Ay, tez elə. Xoş gördük Gülnisa xala. Gör bir nə vaxtı səni görmürəm. Amma uşaqların başı haqqı həmişə yadımdasan. Saxla görüm, saxla görüm. Sən iş buradan bura doğmaca dədənin hal-əhvalı ilə maraqlanmırsan. O ki, qala mən olam. Sizin rəhmətli ananız çox yaxşı arvad idi. Atanız Ziyadxan kişi də həmişə halal pulla çörək qazanan. Ay qız, nə oldu bəs? Siz gedib kim oxşadınız, Doğrudan da zəmanə adamları necə dəyişərmiş. Ay Gülnisa xala, ölülər elə bilir ki, dirilər halva yeyir. Uşaq çoxalıb, məmə verirsən pəpə istəyirlər, pəpə verirsən məmə istəyirlər. Bu deyəmə, yenə doğum evinə tələsirəm. Dədəmin nə vecinədir? Öz əlidir, öz başıdır. Bir də sən kimi qonşusu olan kişi nədən narazıdır? Avara-avara danışma, onsuz da siz düzələn deyilsiniz. Sizin kimi öyladdansa... Düz deyirsən, bir cüt patrışqa olsa yaxşı olar, təkərlərim lap keçəlləşib. Yaxşı, gəlməmişəm səndən burada aşıq kimi deyişək. Dədənin vəziyyəti heç yaxşı deyil. 2 gündür ki, yatağı uzanıb qalıb. Elə hey ölümdən danışır. Səhər də Molla Məmişi arzulayırdı. Gəldim sənə deyim ki, bəlkə gedib elə Molla Məmişi gətirəsən. Ay qız, nə oldu bəs? Bəlkə elə kişinin son arzusudur. Qəribə dünyadır. Biri gəlir, biri gedir. Ay qız, nə oldu bəs? Dədəm balası, sən kimsən və buralarda nə gəzirsən? Harda gəzim? Gedim Lenkoran'da gəzim. Vay, Xuduş, sənsən mən. Bağırsa qalx, xoş gördük, beş gördük. Tıqıda, zideskuda, neçə zimadır, neçə letamdır səni görmürəm. Ay, bəs belə xəbərsiz, ətərsiz nə gəlmirsən? Xuduş, o tərəflərdə arvaddan, uşaqdan nəyim var? Fərzali qaqa, mən bu dəqiqə sana toşlu bir xəbər deyəməyəcəm. Çünki mən əkdiyim bombaların səsi sonra çıxır. Xuduş, bu dədən nətərdir? Eşitdim biraz naxoşlayıb, olmasın azar. Mən səndən eşidirəm. Yəqin kişinin nəsə planı var. Xuduş, bu xəstələnməyin də planı, proqramı olur da ya. Olur Fərzali qaqa. Bilirsən, mənim dədəmin indiyə kimi iyniyə, dərmana, həkimə ehtiyacı olmayıbdır. Dədəm xəstələndə rəhmətlik anam deyərdi ki, ya kişi nədən senciyib, ya da nəsə planı var. Evlənmək istəyir yəqin. Bu təhrik ki var, yaman köpək oğlu şeydir. Sən də kişiyə söz qoşdun da, dədəm neynir bu yaşda arvadı? Xuduş, sən hələ cavansan bala, belə şeyləri bilməzsən. Kişiyə elə əslində arvad qocalanda lazımdır. Cavanlıqda nə vecib? Bir gün Natasha, bir gün Maşa gəzirsən özün üçün. Amma elə ki qocaldın, nə Natasha, nə də Maşa. Allah imkan versin adamın öz arvadına. Fərzali qaqa, daha keçdi, mən gedim evə. Həm kişi ilə görüşüm, həm də cəmaatla. Tıp, Mineponil'da apazdayım. Görüşər yallah qoysa. Yaxşı yox. Mən də gedim bir idarənin qabağına baş çəkim, görüm nə xəbər var orada. Bilmək olmaz bu dünyanın işlərini. Gedim bir Ziyadxan kişiyə də baş çəkim. Bəlkə ölüb elədir.
Qabaq yer birinci reis olsun. Biletler kurtarıp ne birinci reis ne ikinci reis. Bugüne de sabaha da biletlerimiz kurtarıp. Gədəbəy, Qazaq, Akstapa, Tovuz, Qırmızı Körpü, Tiflit birinci reis olsun. Ay xala deyirəm ki biletler kurtarıp bugüne de sabaha da biletlerimiz yoktur. Özde pencerenin qabağından. Xahiş edirəm çəkilin. İşimiz gücümüz var. Gözünü aç, mənə yaxşı bax ha. Niye əsəbləşirsən? Ay xala. Deyirəm biletler kurtarıp. Xala, yox bir nənə. Anam namaz üstədir ki, dədəmin vəziyyəti. Yoxsa spravkanı çıxarıb soxardım gözüvə. Bacı, hara gitmək istədiyinizi təsadüfən eşitdim. Əvvəla bacı deyənin çoxdur. İkincisi sənə nə var hara gedirəm? Əsəbləşmək sizə heç yaraşmır qəşəng qız. Mən xalturşikəm, təsadüfən siz tərəfə gedirəm. Özdə yağlı bir klientim var. Yolun haqqını necə lazımdır ödəyib, sən də nə verərsən verərsən. Hoş gelmişsin ay ben müstahil. Aleykümselam. Necəsən mənim bala? Nə var, nə yox? Sağ ol, ya Allah ya. Gel geç içeri. Ay ben ne diyeyim gel içeri. Biz senin dedenle uzun illerin dostuyuz. Məmiştay narahat olma, dedem sağ salamatdır. Biraz xəstələnib səni görmək istəyir. Şər deməsən, xeyir gəlməz. Hər halda biz işimizi möhkəm tutmalıyıq. Məmiştay, mən həyətdə gözləyərəm. Bu ışıqlar ki var, tez-tez söndürürlər. Olursan kör kimi. Hətta bir-iki dəfə ayağım büdrüyüb ölünün qucağına yıxılmışam. Dirilərlə zarafat eləmək olar. Amma ölülərlə zarafat eləmək olmaz. Deyirəm ki, bu adamlarda böyük kiçiyə hörmət qalmayır. Bir-iki dəfə istiyot töküblər avtobuya. Tüstüsü təpəmdən çıx. Etibarlısı öz avtobandır. Bu sigaret ki var ya, adamı düşmən qapısına aparar. Özü də iş başında sigaretin qutarar. Borca sigaret istəyəsən. Bir də görürsən ki, dürtdülər sigaretə, bilirsən də nəyi. Özdə köpək uşağı elə bil əllərində hazırdır. Sonra da deyirlər ki, mollanın qanında narkotik tapılır. Dədən yaxşı kişidir. Mən sənin dədənin xətrini o qədər istəyirəm ki, indi istəməyim. 3 cümə axşamını qoyub gedirəm sizə. Bir də ki, bu kəndlərdə mollalıq eləmək, kaskadörlük eləməkdən də çətindir. Ya Allah'ın adı. Harvar, uşağa maşını götürsün. İşe bak, özüme sigaret su alırdım, bir de bakarım xalam kızı. İndi də ki, avtobusa bilet tapmaq müşkül məsələdir. Michael qardaş, yəqin etiraz eləməzsiniz xalam kızı bizlə beraber rayona getsin, hə? Estağfurullah abi, ne problem olur ki? Hadi tanış olalım, Michael. Məryəm, Ziyadxan qızı. Əvvəl deyirdin bu ingilisdir. Ha, İngilis də özdə xalisindən. Hə, sadəcə olaraq Michael türk dilini yaxşı bilir. Özü də müsəlmançılığı qəbul eləyib. Necə lazımdır. Hə, 2 il Şəkidə o sülh korpusunun tərkibində həkim işləyib. İndi də biz tərəfə gedir. Bizdə işləyəcək. Bizə kömək eləmək istəyirlər. Ты смотри, что я какой сын родился, beni anam doğup 8 yıl Rostov'dan Kamçatka'ya için bütün Rusiyanı karış gezmişim. Rayon stansiyasında düşəndə cebimdə 20 kapek было, onu da verdim avtobusa, пришел села. Молодец.
Cibində 20 qəpiklə kəndə qayıdı. Oğlandakı raşota baxır. Halal olsun. Halal olsun o anayın sağ verdiği süt bala. Bayaqdan sənin söhbətlərinə qulaq asıram. Ürəyim dağa dönür. Deyirəm, kaş anan Gülsüm sağ olaydı. Sənin bu şanlı şöhrətli gününü görəydi ay bala. Xudur, bala deyirəm, bayaqdan sənin o söhbətlərinə qulaq asıram. Söhbətini yarımçıq qoyub gedib orada aynı oyunumu da sata bilmədim. Nə olacaqdı? Oradan 2 istəkan ləpədən götür, tök civa, hərdən bir at ağzına məşğuliyyət elədi ana. Canın haqqı, böyünləri mağazadan 2 dənə çörəyin hissi almışam. Yoxsa o nə şeydi, geç onun pulunu almazdım səndən. Ay arvad, kişi bayaqdan ağzında qızıl xırdalayır ki, axırıncı 20 qəpiyini avtobusa verib gəlib. Bə nə yaxşı gəlib. Bəsli xala, bırakma 1-2 stəkan ləpə verərsən. Pullu olanda özüm verəcəm. Xuduş bala, baxıram ki, sənin sıfatında çox şey yazılıb. Amma mən durum, sən öləsən, alnında pul sözü yazılmayıb. Geri gedə. Çox vətən deyirdin, Xuduş. Bu da sənə vətən. Bu da bəstə arvadın. Vətəndaş mövqeyi. Tibetə nədə? Varyant ne bala? Xuduş. Ziriş saxla. Saxla Ziriş. Saxla mənə həyəcanlanmaq olmaz Ziriş. Saxla dedim sana. Kənd yenə inkişafdan geri qalır. Həyəcanlanmaq adrenalin deməmiş dayı. Adrenalin sənin dadana lazımdır. Saxla deyirəm sana. Abala. Dadanla bir batman çörək kəsmişik. İmkan ver mənzil başına sağ salamat dedim çatıb da. Al bunu. Bismillahirrahmanirrahim. Denan uşaqları oradan bir çay düzəltsinlər. Bəlkə ürəyimizin yanğısı kəsə. Ayşə, bir çay gətir. İçək sonrasına baxarım. Hanımefendi neden her şeye bu kadar kızıyor? Bu ne danışır ha? Kızmış kim ediyor? Sakla görün maşını. Meryem Hanım, Michael müəllim, sadece olarak niye bu kadar əsəbisiniz demək istədim. Evet. Deyirəm axı, bu qədər də qanmazlıq edənə oxşamır. Amma baxma da, qız uşağına belə sürür. Bəli. Hanımefendi hala bekar mı? Doğru mu anladım? Allah Allah, bu nasıl olur? Sizin kimi güzel bir hanım bunca zaman bekar kalsın. Sizin Azeri erkekler gözleri kapalı mı geziyorlar? Elə mi? Gerçekten mi öyle düşünürsünüz? Evet, itiraf ediyorum ki siz benim hayatımda gördüğüm en güzel, en samimi kadınsınız. Elə mi? Buranı yenə də Cəfərqulu işlədi. Bəli. Onun yaxşı kebabı olardı. Aydındır. Sənətkar, de 1 kilo kebab qoysunlar. Deyirəm, onsuz da bizə evdə yemək verən olmayacaq. Dayanmışkən bir tikə çörək deyək. Etiraz eləmirsən ki? Nəyə etiraz eləyəcəyəm mənim balam? Quran ayəsi kimi söz danışırsan. Allah özü kömək olar, yatqan kişi inşallah. Amin. Dədə, biraz göz molla məmişi gətirrə. Boğazımda qaldı, su iç mənim balam. Həyəcanlandı. Məmiş dayı, üzü ayağının altına. Üzü istəyirəm, bəlkə bir 100 qram gətirsinlər. Elə belə deyirəm, dərman kimi getmir. Estağfurullah. Sənin dədən Ziyadxan kişi ölən deyil. Ara yerdə mənim abrım hayam gedəcək. Sən tamahına təp desəydin, sən də olardın Molla Məmiş. Məmiş dayı, sən bizim ağsaqqalımızsan. Kənddə elə bir adam tapılmaz ki, Molla Məmişin xətrini istəməsin. Zirişin Molla Məmiş olmasına hələ 100 il var. Olar. Amma deyinən ki, mineralini botolkasında gətirsin. Sənətkar,
A bala, Cəfərqulunun həmişə yaxşı tutovkası olardı. Tutovka mineralli butulkada. Məmiş dayı, sənə bir dənə də söz demək istəyirəm. Amma utanıram. Səninki utanmaqdan keçib. De gəlsin. Sən oxuduğun bu kitab mənlə bir 50 qram yoldaşlıq elə. Elə yerə and verirsən ki, keçən yeri yoxdur. Süz. Bu başqa məsələ. Bir politikan olsun. Ay cavanlar, cavanlar. Qıraqdan baxan deyər ki, araq zad içilir. Cəmaatın dilindən qurtarmaq olmaz. Bu cəmaat ki var, qarışqadan fil düzəldir, mənim balam. Bu xalqın söz-söhbəti bizi yıxacaq, mən ölüm. Ay, öldüm acıdan, bu zalım bizi halda qaldı, yarım çıxmadı, ölürəm acıdan. Nuruş, Nuruş, ömrüm gülüm, acından öldün eləmi? Bu toğdan yet, dizlərinə qüvvət gəlsin. Gecə mənə lazım olacaqsın. Az. Məni sabahdan bəri acından öldürməyi mi istəyirsən? Məni bu quyuda diri-diri bastırıb dincələcəksən. 4-də 15 dəqiqə qalıb. Bu vaxta qədər də kişi də ac qalarmı? Mən nağarım, Nuruş. Düz bir saatdır bu boyda kətdə bir kişi tapa bilmir amma toğun başını kəsə. Ay Nuruş, sən gedəri küçələrdə suyu sovrulmuş dərmana dönür. Eləmi? Hə başına. Ona görə mi qədrimi bilirsən, hə? Ona görə mi sabahdan bəri məni burada acından öldürmək istəyirsən? Ay, mən sənin ölümünü istəsəydim ha. Heç bir gecənin içində kartuşka quyusuna bu bohtana saray eləyərdim. Yaxşı, de görüm kənddə ayrı nə var, nə yox? Nuruş, heç demişsən bizim axırımız necə olacaq? Şükür Allaha, axırımıza nə olub ki? Bütün kət mənim qarnım şişməsindən danışır. Hamı da elə bilir ki, ha vaxt sən burada yoxsan. Və bunun qadını nə qoyacaq? Deyəsən axırıncı dəfə ikimiz də eşşəklik eləmişik. Eybi yox, ərin bir şey fikirləşib, çıxış yolu tapacaq. Bugün də qonşumuz Zəhra mənə deyir ki, ağzını əyə-əyə. Ha vaxt ərin də burada yoxdur. Və xeyr ola qarnın şişib. Nə demək istəyir o ərdən yanıq Zəhra? Demək istəyir ki, indi bizim hində başqa xoruz banlayır? Yox! Mən daha bu qeyrətsiz yer üzə bilmərəm. Səngərdən çıxmanın tam zamanıdır. Babam Babək yaxşı deyib. 40 il səngərdə gizli-gizli yaşamaqdansa, bircə gün azadlıqda yaşamaq daha yaxşıdır. Sakit gələn var. Heç kim yoxdur. Amma hər kimdirsə, şpiyona oxşuyur. Dala duray. Hər kimsə şpiyona nətər oxşaya bilər? Az. Başına dönüm düz deyirsən. Sən deyirsənsə deməli şpiyondur. Deməli bizim sərhədi keçən olub. Hələ bir dala qudur, qoymara. Həyatım. Mən səninlə qürur duyuram. Gecə gələcəm. Əməliyyata hazır ol. Az. Həmişə hazıram. Stayinqiyat uyğunda qızğın döyüşlər gedir. Düşmən üstümüzə sey kimi gəlir. Gördüm, nemeslər bizə güc gəlir. Keçdim pulemyotun arxasına. Deməli, mən tı-tı-tı-tı qıyıyam, onlar gəlir. Mən tı-tı-tı-tı qıyıyam, onlar gəlir. Abi Saday, de görüm onun axırı necə oldu, axırı? Axırı yaxşı qutar. Elə o döyüşdən sonra nemeslərin biri qıyıydı. Salam ay Saday. Ay aleyküm salam, xuduş bala. Salam aleyküm, xoş gəldiniz. Evə sata bildinmi? Dədöy gördün? Ya, hələ evə çatmamışam. Səndən bir söz soruşum ay Saday. Sən ki müharibədə bu qədər düşmən qırmısan. O qır haqırda bilmirsən nə qədər nemes öldürübsən.
Çox pay olur. Mən onu məsələn duyuydum, yoxsa saydım. Pay atdı ondan. Axı sən ki bu düşman qabağını almışdın, qabağını saxlayırdın. Və o səngərdəki əskərlər vardı, onlar boş bekar orada dayanma kimi. Niyə çıxıb sən qırdıqlarını saymırdılar? Çox pay olur. Sən mənlə məzəniysən? Məmişdə, sən özün ağıllı oxumuş müdürük bir kişisən. Mən bu barədə çoxlu düşünsəm də, dəqiq bir nəticəyə gələ bilməmişəm. Amma bir neçə versiyam var. İnşallah yaxşı işlər haqqında fikirləşərsən mənim balam. Əlbəttə Məmişdə. Sənin adın mənası nədir? Bu adda adama rast gəlməmişəm, soruşam ki... Mənim balam. Bəli. Mənim rəhmətli babamın adı Məmiş idi. Bəli. Özü də bizim kəndim çox savadlı mollası idi. İndi onun adını da, onun yolunu da mən davam elətdirirəm mənim balam. Mən bu barədə səninlə qətiyə razılaşa bilmərəm. Sənin babun adının mənası nədir? Bilmirsən, amma mən bilirəm. Məmiş sözünün iki mənası var. Birincisi Məmiş, Mamont. Mamont nədir? Mamont nəsli kəsilmiş heyvan adıdır. Axmağın bir axmaq. Heyvan sən özünsən. Əsəbləşmək lazım deyil Məmiş dayı. Həqiqət nə qədər acı olsa, onu olduğu kimi qəbul etmək lazımdır. Bir də ki, adamın başının üstündə Allah var. Mamont o qədər də zərərli heyvan deyil. Dedim ki, heyvan sən özünsən. Axmağın biri axmaq. Əsəbləşmək lazım deyil. Onun elədiyi qalata bax. Əgər mən sənin rəhmətli dədənlə haqqı salamın olmasaydı, mən sənə yedirdərdim bu söhbəti. Konfet kimi. Hala kızı, daha ne var ne yok? Halam ne terdi? Atanız neyini? Bu acı xəbəri sizə demək istəməzdim. Məcburən deyirəm ki, xalanız, yəni anam, 5 il qabaq rəhmətə gedib. Hayatımdan ne ter xəbər mi oluyub sən Allah? Dədəmin də vəziyyəti çox ağır. Kəndə ona baş çəkmək. Nasıl yani? Dedeniz hasta mı ya? O zaman hemen size geliyoruz. Dedenizin sağlık durumuyla bizzat kendim ilgilenirim. Ne danışırsınız? Sizə əziyyət olar. Estağfurullah Meryem Hanım. Hiç eziyet mi olur? Sizin gibi güzel bir hanımefendi için dünyanın bir ucuna gitmek olur ya. Michael Jackson. Deyirəm səni xəstəxananın yanında düşürdüm, lazım olsa axtarıb tapalım. Şimşək, mən qartalam. Pajar. Bu kişi divarı daşı yandırmasa dincəlməyəcək. Hadisə yerinə gəl. Gəlirəm də, nə var? Tez ol. Priyom. Heç bilmirəm dədəmlə bu dünyada görüşəcəyik, yoxsa o dünyada. Meryem Hanım, rica ederim. Kendinizi üzmeyin. Şoferlik diye her şeyi peysere vermeyeceğiz ya. Michael mənim, bir maşınla düş görüm. Duman Bey, ben kötü bir iş mi yaptım? Bundan da kötü iş olar. Gözümün qabağında xalam qızına girişirsən. Girişirse ne demek? Yani ona eşk elan eləyirsən. Duman Bey, siz beni burada öldürseniz de ben size bunu söylemeliyim ki sizin halanız kızı benim kalbimi çaldı. Bu ne doğrusu? Çaldı ne de? Duman Bey, sizin güzel bir atalar sözünüz var. Gönül seven yüksek olar. Olmaz Akşi, olmaz.
Çünki o mənim göbək kəstimdir. Yəni deyiklimdir. Göbək kəstim nə? Yəni biz hələ çocuqkən, təzə doğularkən bizim ikimizi bir-birimizə nişanlayıblar. Qandın. Ben başa düşe bilmirəm. Biz başında gedirik ya arabada gedirik. Bunun getdiyi elə budur. Allah'ım bu nasıl olur? Olur. Ay kişi. Özdə bal kimi olur. Ay kişi. Ay, sən adı da bilməm. Sənin adın nədir? Duman. Allah sənə bu adı qoyanı dədəsinə rəhmət eləsin. Sağ ol. Ay, ağıl ki səndə var ha. Sən ağlın çox dumanlı görsənir. Ay, nə salmısan bu gedəni çənənin altına? Pulunu qabaqcadan almısan. Üstəlik məndən 3 yıl alıbsan. Ay, nə salmısan bizim çöllərin düzünə? Meryem Ağa deyir, sür dəriyə, sür də. Şimdi sizin bu halanız kızı göbek kestiniz değil mi ya? Nə xalı oğlu, nə göbək kəsdim. Mənim göbək kəstim var isə bu vaxta qədər niyə evdə qalırdım? Elə ərə gedərdim də. Bərkəmdə elə deyəsən 5 uşağımız var. Mən hazır. Ben piyada geçseydim kendimize çoktan çatmıştım. Deyəsən toftanın dozası çox olur, millətin göz ayağının altını görmür. Sən də bu maşını bəyənmədin. O Mercedes'ten peşin versələr, bu maşını dəyişmərəm. Meryem Hanım, ilk dəfə sizi görən kimi hiss elədim, ürəyim tup-tup eləyir. Meryem Hanım, sizə yalvarıram. Mənim saf eşkimi yadlar, ayaqlar altına atmayın. Yalvarıram sizə. Bu məni görəndə ürəyə tıp-tıp eləyir. Ay, bəs onda niyə mənim maşına minməmiş 3 şirvan pulumu aldın? Meryem Hanım, heyecandan vallahi başımı itirmişdim. Hiç bilmirəm necə oldu. Şimdi siz nişanlı değil misiniz? Ay, yok, Allah'ım ben nasıl mutluyum. Ne? Meryem 2 kişiyle? Sakla piyada gideceğim. Sakla. Ay yaman. Gubernatorun özü diz çöktü qabamda. Dedi yapraşı tübe xuduş. Kızımın könlü səni tutub. Gel onu al, şəhəri 50-50'ye işlədək. Amma vətənin yolunu unut. Sobada bax ha. Dedim yok. Kızın da olardı 19-20 yaşı. Molletka'da birinci geceden sonra kız mənə qayıtdı ki, xuduş. Son 30 ildə Qafqazdan səni kimi Qaryaçı Krov kişi nə gəlib, nə də mən rast gəlmişəm. Dedi, atam, anam sənə qurban. Gəl, qal, məni xoşbəxt elə, mənə murad ver. Dedim, qızıl da olsa bülbülə, zindandı qəfəs. Bu minəponili də, yəni narod xaraşo, vətən xaraşo. Yapayıqal geçtim sağ ol. Hadi verin ben kümeyleri. Ben götürelim, ben götürürüm. Şimdi siz bunu götürün. Tamam. Hadi gidelim. Gidelim. Yaxşı yox. Goodbye. Meryem Hanım. Zehrim var, kör Meryem Hanım. Michael müəllim. Benim dolandırdığı yalancı birisiyle konuşacak sözüm yok. Hadi gidelim. Bye bye. Duman. Neujeli sen razı olacaksan ki? Milletin kızı yadilliğe gitsin. Hep böyle kişiliyorlar. Ay dədə. Bəbəyə qoyub hara gedirsən ay dədə? Bəbəni kimə tapşırırsan? Qorxulu bir şey yoxdur qızım. Yəqin Günlü Sarvat qorxub deyə sizə xəbər göndərib. Bir balaca özümü pis eləyirdim, o da keçib gedər. Bu cavan oğlan kimdir belə qızım? Hə, bu Michael'dır. Amerikadan gəlib, dədə, Amerikadan. Bizim rayonda həkim işləyəcək. Yolda bir yerdə gəlmiş. Sən xəstə olduğunu biləndə öz istədi səni yoxlasın. Dedeciğim elinizi öpebilir miyim? Michael. Deyirsən bu İngilisdir. Hə.
vicdanım yol vermədi belə ağır gündə sizi tək qoyun. Qanacağına bərəkallah. Bəs bu iplə məni hardan tapısan? Heç özüm də bilmirəm bu kimdir, bizdən nə istəyir. Siz şofer tayfası niyə bu qədər həyasız sırtıq olursunuz? Xala qızı. Abala, elə demə. Qonaq Allah qonağıdır. Allaha da qurban olum, qonağına da. A Məryəm, yoldan gəlibsiz. Gedək surfa açım, Allah verəndən yiyin, için, sonra danışarıq. Dur get qızım, get. Get. Hə. Ben şimdi geliyorum. Dedeciğim, yüreğinizden şikayetiniz olur mu ya? Rəhmətlik arvadın sağlığında ürəyimdən heç şikayətim olmayıb. Amma 7-8 il bundan qabaq qaraciyərimdə böyük bir problem vardı. Bu problemi də bizim bir doktor Talif var. O yaratmışdı. Tamam. Zalimin oğlu az qala məni o dünyalıq eləmişdi. Tutu quşu kimi bir söz əzbərləyib. 100 qram araq, bir baş sarımsaq. Nasıl yani? Zaravattoy, 8 let. Rostov'dan Kamçatka'ya kimi gezmiş Çalaveka. Ah Xudoş. O 8 ili bize kim qaytaracaq ay qardaş? Vallahi qaytaracaqlar. Sonra dedi ki, futboldan danışırdım, elə mi? Yox ya, dedin ki, gubernator düşmüş sənin dizinə. Sən Allah, gubernator mənim dizimə düşmüşdü. Ha, özü danışmadın bu ya. Hə, mən də. Ha, dedi ki, умоляйте бы, Xudoş, мой девушка любит тебя. Ты понял, да меня? Qurban olaram sana. Gör nesildi görüşmür. Ha, bir dənə sağlıq dilə, dana qurban olum sana. Bir dənə yaxşı sağlıq dilə. Deyir, qızıl da olsa bülbülə, zindandır qəfəs. Все, ты понял, да меня? Ha. Məndəki raşoda bax, ha. Vay! Ay, mən kimi görürəm ha. Kimdə? Ha, sənə qurban olum, ay doktor, gəl. Kimdə? Ay doktor, gəl. Ay, Talib doktordur da, Talib doktor. Ay, Salam Talib doktor. Mənəm, Xuduşam, Xuduş. Gel doktor. Ay seni hoş görmüşüm. Gel ay doktor. Elə bir 8 il qocalıbsan. Əyləş ay doktor. Deyəsən mən yaxşı vaxtıda gəlib çıxmışam. Ha. Gəlsin. Gözündə vaxtı görüşmürük. Xuduşdur ha. Neçə gündür dağda heyvanların yanındayam. Qızdırma. Heyvanlara göz verib işıq vermir. Elə evə gəldiyim indidir. Arvad qapıdan içəri buraxmadı ki, Ziyad xanın vəziyyəti yaxşı deyil. Ha, yaxşı gördü. İndi Allah'a şükür yaxşıdır. İndi həkim də gəlib baxsın görək nə var nə yox. Özü də deyirlər çox savadlı həkim oxşuyur. Nə? Başqa həkim gətirirsiniz? Mənim monopoliyama? Belə denən. Deməli siz də məni bəyənmirsiniz? Həmişə yarayırdım, indi yaramıram, eləmi? Bu da mənim sağolumdur. Mənim başımın üstündə başqa həkim gətirmək, mən bunu heç atama da bağışlamam. Ay doktor, ay qurban olum sənə, ay doktor. Əşir Allah eləməsin, biz sənə qarşı hörmətsizlik eləyək, ay doktor. Ay qurban olum, nə həkim, kim həkim çağırır? Həkim çağıran atası da lənə. Ha, prosta yoldan keçən qonaqdır. Ha. Girifdir, kişi ilə tanış olsun. Əşi, götür. Dinən sən öl. Belə sən öl. Deyirəm axı, siz belə eşək eləməzsiniz. Ay qız, xeyir ola. Yaman kökəlmisən ha. Ehtiyatlı ol. Nədən az? Küçədə bıça-bıç gəzir. Nə demək istəyirsən az? Küçənin danışmağa ayrı sözü söhbəti yoxdurmu? Nə bilim valla.
Hər halda ərsiz qadının Kimdir az ərsiz qadın? Mənim ərimənə gəlib. Maşallah spa kimidir. Yox Yəni xeyli vaxtı Nuruş qardaş yoxdur burada. Az saxla. Yoxsa Nuruşun yoxluğun dərdini sən də çəkirsən, ay? Bura bax az. Ağlınız özünüzə getməsin. Bizim hində özgə xoruz banlamaz. Belə banlayacaqsa, hələ öz xoruzumuz banlayacaq. Bir də az bəlkə elə Nuruş arada bir iki dəfə gecə gəlib gedib yanıma. İndi mən küçəyə hesabat verməliyəm, ay? Dedeciğim, derinden nefes alın. Şimdi ben diyen zaman bırakarsın. Bırakın. Güzel, güzel. Michael. Evet dedeciğim. Başına dönüm, sen bizim dili hardan bilirsen bile. Dedeciğim, ben daha çocukken Türk fatihleri hakkında çok okudum. Ben Türk tarihini, Türk kültürünü çok seviyorum. Ondan dolayı bu dili, bu tarihi öğrenmek kendime borç bildim ya. Michael, sen hem de Müslümansın, başına dönüm. Evet, ben Müslümanım. Namaz kılıyorum, oruç tutuyorum. Ben bədbəxt. Bu qoca vaxtımda kəndə Molla Məmişin dalıncan adam göndərmişəm ki, gəlib mənə kəlmə-i şəhadətimi öyrətsin. Nasıl yani? Dedeciğim, şimdiye kadar siz kelime-i şehadetinizi bilmiyor musunuz? Ben size hemen öğretirim. Sen kəlmə-i şəhadətini də bilirsən. Kelime-i şehadeti bilmeyen Müslüman mı olur? Bizim Molla Məmiş deyir ki, Evet. Müsəlman olmaq üçün Sami qılavni sünnət. Allah Allah! Kalbinizde sorunlar var. Bugün ciddi durum olmasa, tedavisi zamanında başlamasa çok ciddi sorunlar olabilir. Sinir sisteminiz de iyi değil. Şöyle söyleyelim, depresyondasınız. Yani ne ay başım? Yani sizin sorunlarınızın esas cevabı yalnızlık. Allah Taala'nın da qəribə işləri var. Ay Allah. Gülsümü aparırdınsa bir 10-15 il bundan qabaq aparaydın. Mən də öz işimi biləydim da, gedib bir başqasını gətirəydim. Yox, əgər saxlamışdınsa, heç olmasa 5-6 il ömür verəydim. İndi bu yaşlı vaxtımda bilmirəm neyniyim. Ölü, yoxsa qalıb. Anamdan sonra 3-4 il tək qalanmadım. Depresiya düşdüm. Bə mənim canım can deyil, ay dədə. Mən bəxtiqarə elə anadan olandan depresiya. Görəçməyim səsim çıxır. Bana ile gelir ki dedeciğim, ben bütün soruların cevabını biliyorum. Komşumuz Gülnüse teyze evli mi? Bekar mı? Onun da əri 10 il bundan qabaq rəhmətə gedib. Bir qızı var, Bakıda yaşayır. Elə Gülnüsə də mənim kimi öz damının altında tək yaşayır. Allah onun atasına rəhmət eləsin. O olmasa mən çoxdan ölmüşdüm bala. Bes neden siz bir damın altında yaşamıyorsunuz? Sizin bir filmde söylendiği gibi. Sen dul, o dul. Sizin helalinizle Meryem Hanım kabul etse biz de yakında nişan yapacağız. Mikail. Michael. Oy! Elə bil heç neçə gündür yataqda lal dinməz yatan bu kişi deyir. Day denə sənin dərdin elə bu uşaqlarmış da. Mən də elə yaxşı eləyib hamısına xəbər eləmişəm. Hələ Faxoş da, Nuruş da gəlib, həyətdə süfrənin başındadılar. Deyim gəlsinlərmi? De gəlsinlər. Onlara deyilə sözüm var. Ya. Elə sağa da. Oh, yandım. Həkim, ay həkim. Bəli. Mənim o həyatımın mənası çox əzilməyib ki. Siz həyəcanlanmayın. Molla Məmiş sağ-salamatdır. Narahat olmayın. Özünü çox yaxşı hiss edir. Onun ayağı 2 yerdən qırılıb, əl barmağı 3 yerdən sınıb. Molla Məmişi yox, mən maşınımı soruşuram. Çox əzilməyib ki. Ona bir şey olsa, mən bir gün də yaşamaram. Raşotunuzu götürün. Şükür özünüz sağ-salamatsınız. Adam da maşına görə ölürəm deyər.
Uşaqlarınız sağ olsun, özünüz sağ olun. Amin, amin. Oy. Allah səni də saxlasın, uşaqlarımı da. Amma maşınımı salamat istəyirəm. Ay yandım. Ay ana yandım. Bu ne beladı ben düştüm. Məmiş dayı, deyəsən o tərəflərdə möhkəm istidir, hə? Ziyadxan kişiye oğlun olum diye bana. Ay Ziriş, senin muştuluğu veren bana. Onun kışları kırılıydı. Yok, 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 yok. Onun dili kuruyeydi ilahiden. Ah. Məmiş dayı, sən çox oxumuş adamsan, yaxşı bilərsən. O cənnətə gedən yol iki dağın arasından keçir, hə? Ah, naxələf evlad. Heç fikirləşmir ki, can üstə dədə qoyub gəlib. Ah! Deyirsən bu dünyada da olmasa o dünyada görüşəcək, ha? Bu gedişlə çətin. Ziyadxan kişi kimi halal adamın yanına sənin kimi fırıldaqçını buraxmazlar. Ziyadxan kişi cənnəti qoyub sənin kimi alçağın yanına gəlməz. O dünyada dədənlə görüşməkdən əlini üz. Neyse, sizə əsəbləşmək olmaz. Eləmi? Deyirsən heç cürə mümkün yoxdur. Neynə, çəkim, onda biz getməliyik. Yox dedim, olmaz sizə tərpənmək. Bir də ki, sərxoş vəziyyətdə qəza törətdiyiniz üçün sabah polis gəlib izahat alacaq. Həkim! Ay! Polis nədir? Ne danışırsınız? Molla ile polisin ne alışverişi olabilir axı? Bir de ki sərxoş deyəndə siz kimi nəzərdə tutursunuz, hə? Heyf sənin məni anlatıb. Həkim, sağ mənim canım qurban. Dədəm can üstü olmasaydı, itin balasıydı səni burada qoyub geçsəydim. Rayon polisləri yox, daxili qoşunların əskərləri də məni buradan çıxaramazdı. Dədəmin son arzusunu yerinə yetirməkdən ötürü Molla Məmşi ona çatdırmalıyam. Dedim axı olmaz. Neynirsiniz? Axı ixtiyarım çatmır. Bir də ki, polis gələr, izahatınızı verərsiniz. Baş həkim məsləhət görsə buraxacaq. İndi isə icazə verin, iynənizi vurun. Sən nə versən? Nə vursun? Qəbulumdur. Maşallah. Gözüme yaxşı görünürsən. Dediklərimi də yəqin eləyirsən. Burnuna sarımsaq iyi gəlmir. Aç, nə demsən, onu da eləmişəm. 100 qram araq, bir başda sarımsaq. İnkişaf göz qabağındadır. İndi gözünü yaxşı hiss eləyirsən, onda dərmanın dozasını biraz da artır. 200 qram araq, 2 baş sarımsaq. Amma dediyim kimi, səhər o başdan mütləq ac qarnı olmalıdır. Kişi, sən nə danışırsan? Heç tülkü tayadan düşməmiş, adam da sarımsaqla araq içər. Vallah sənin bu əndirəbadi malicələrin kəndin axırına çıxacaq. Sən arvadsan, belə şeyləri bilməzsən. Mən demirəm ki, alkaçlıq eləsin. Hərdən bir xəstələnəndə, köln istəyəndə, dərman kimi olar. Vallah, daha mənim sağa sözüm yoxdur. Efendim, siz ne doktorusunuz? Canım sənə desin, hər nüzül istəsən. Bu kənddə 2 ayaqlı, 4 ayaqlı məxluqatın hamısı mənim potensial xəstələrimdir. Plus qan alıram. Plus eləyirəm. 30 ildən çoxdur ki, mən bu kəndin dəlləhliyini eləyirəm. Ziyadxanın da uşaqlarla dəlləhliyini özüm eləmişəm. Bir can Nuruş əlimlə çıxıb necə qaçmışdısa, 3 gün, 3 gecə bütün kənd onu axtardılar, tapa bilmədim. Axırda aclığa dözə bilməyib, özü çıxdı ortalığa. Michael, Talib doktor baytarlıq texnikum qutarsa da, elə dediyi kimi də var. Ha, pisdən, yaxşıdan, kəndimizin bütün işinə yarayır. Efendim, siz hayvan hekimi ola nasıl insanları iyileştirirsiniz? Allah Allah. İyileştirirsiniz?
dilsiz ağızsız hayvanları sağaldandan sonra dil ağız olan insanı sağaltmağa ne var? Öyle bu yakında. Günlüsü arvadın ineği hastalanmıştı. Yalan demirəm ki, Günlüsə bacı. Elədir, elədir. Demək ki, ineğin qarnı ağrıyır. Köpü var. Baktım ki, hakikaten köpü var. 3 kaburgasını sayıp, 4. kaburganın arasında şişi soktum. Köpü çıktı. Öyle mi Gülüse bacı? Elədir, elədir. İndi inəkdən, qoyundan fərqli olaraq ziyatxan kişi bilir ki, dərdin nədir, harası ağrıyır. Xəstə də dərdini biləndən sonra ona çar eləməyə nə var? Ay canım, aşıq kimi özü az sərflə. Uşaqlar yoldan gəliblər, yorulublar. Yox Gülüse bacı, elə deyil. Sonra deməsinlər ki, kənddəkilər qalıb qandırmırlar. Bunun yaşı qədər mənim stajım var. Mənim monopoliyama girdiyi bəs deyil, hələ uşaq məni sorğu-sual da çəkir. Mənim sənətimi şübhə altına almaq. Ay doktor. Michael bizim kəndə birinci dəfədir gəlib. Bizim millətdən deyil, başqa millətdən, ingilisdir. Rəhmətliyin oğlu, bunu bayaqdan dedi, hə? Ay, səni xoş gəlibsən! Xoş gəlibsən, səfa gətiribsən. Bəs biz bayaqdan bununla hansı dildə danışırdıq? Mən onların dilində danışırdım, yoxsa... Yox əşi, Talib doktor. Sən bayaqdan onların dilində danışırsan. Tərtəmiz ingiliscə. Michael, bizim dili öz ana dilindən yaxşı bilir, hə? Öz də əsl müsəlmandır. Malades. Malades. Thank you very much. Thank you. Thank you. Eğer sana lazımdırsa, dayın kulluğunda hazırdır. Anlamadım. Ne diş bilsin, ne dudak. Bak! Selamünaleyküm. Hoş gelmişsiniz, sefa getirmişsiniz. Yaxşı ki, evimizin yolunu azmamısınız. Maşallah. Yekə kişi olmusunuz, ha? Şükür ki, sən də yaxşısan. Yuxumu elə qarışdırmışdım ki. Sən də evdə tək qalırsan da, dedim İraq. Birdən bir şey olar. Kənddə biabır olarıq. Deməli qorxursuz da. Qorxursuz ki, tək qalaram evin altında, ölərəm, siz də biabır olarsınız, ha? Ay, bir xoş gündə, bir şad gündə gələ bilməzsiniz. Gərək elə yıxılam öləm, sonra gələsiniz, elədir. Heç olmasa bu ananızın doğum günü, ölüm günü, qara bayramında gələydiniz, da? Dede ben Rusya'da salıp içine ben de pul da kazanmamışım. Bütün fikrim senin pastelikte kalıb. Neyse. Ta sizə mən nə deyim? Yenə şeytanın qıçını sındırıb gəlmisiniz. Çox sağ olun. Bəs Sirişan nəsə gözümə dəymir. Qardaşınızdır da bala. Arvad rəhmətə gedəndən sonra dedim ki, mən də ölərəm. Amma Allah Taala gördüyünüz kimi məni öldürmədi. Mənim üçün bu yaşımda paltar yumaq, çörək bişirmək, başa düşürsünüz, Gülnisə arvad, düzdür, qonşu kimi mənə həmişə həyan olubdu. Amma vallah çətindir. Dədə, sabah gedib sana bir yaxşı paltar yuyan maşın alaram. Bax, özü yuyur, ütülüyür, qurudur. 5 arvadın işini görür. Sən nə soruşan oldu ki, mənə paltar yuyan maşın al? Nə soruşdum? Sən bu dünyaya eşşək gəlmisən, eşşək də gedər sana bala. Paltar yuyan maşın lazım olsa gedib özümə alaram da, mənim puluma nə olubdu? Mənə paltar yuyan maşın yox. Sözün əsl mənim. Mənə arvad lazımdır. Nə? Kimdən? Buradan düşür. Malades Yatxan. Bax, malicə buna deyərlər. Eğer evlenme fikrin qətidirsə, onda arağına sarımsağa xarçlana belə ki, dizində taqət olsun.
Nəysə. İstəyir xoşunuz gəlsin, istəyir xoşunuz gəlməsin. Bu neçə ildir düzdür, Gülnüsar arvad bana hayan olub, kömək eləyibdi. Elə bu Michael'ın, Mikail'in dediyi kimi. Bizim hərəmizin bir dam altında yaşamağımızdansa, elə ikimizin də bir dam altında yaşamaq həm Allaha xoş gələr, həm də bir-birimizə hayan olarıq. Nə deyirsən, ay Gülnüsar bacı? Razısan bir damın altında yaşamağa? Heç bilmirəm nə deyim. Qonum qonşu nə deyər? Amma dayı sən deyəndən sonra... Deyirəm, bu ilana zəhər verən kərtənkəl olmasa bu ilanla yola getməyə nə var ki? Mən anamdan sonra dədəmin ayrı gül qoxlamağına razı ola bilmərəm. Ay dədə, qurban olum. Sən nə danışırsan, evlənmək nədir? Özü niyə tək hesab edirsən? Bəs biz kimi qurban... Sən danışma, sən 10 ildən bir evə gəlirsən. Sən nə sırtıq adammışsan, Gülünsə xala, üzr istəyirəm, sənin o rəhmətli ərin neçə ildir rəhmətə gedib? O rəhmətli 10 ildir ki, haqq dünyasına qovuşub. Ben üzr istəyirəm, 10 ildə haqq dünyasına qovuşubdursa, indiyə kimi nə yaxşı ərə getmirdin? Gözləyirdin ki, anam rəhmətə getsin, atama ərə gələsən? Başından yekə qələt eləyirsən, ha? Arka bax, ha? Mən hər şalvar giyinəni kişi hesab eləsəydim, ildə 10 dəfə ərə gedərdim. Elə bilirsən, bu zəmanədə kişi tapmaq asandır. Şöpəliyyətdə asqar bilət ne нужно? Efendim bir dakika. Ayıp ya. Burada rahatsız olacak bir durum yok ki. Hepinizin kendi evi, kendi hayatları var. İki ihtiyar da kendi hayatlarını kendi bildikleri gibi yaşamak istiyorlar. Çok güzel. Bırakın da yaşasınlar. Mən bilmirəm, bu kərtənkələ bizə nə verib ala bilmir. Rugliyovşik. İcazə ver öz ailə, yani kendi sohbetlerimizi özümüz, yani kendimiz halledək. Ты меня понял, да? Я авторитет. Kendim. Dədəm balası. Bir dəqiqə girin, səsküyə nə ehtiyac var, bütün kənd bilir ki, Ziyadxan kişi ilə Gülünsə bacı bir ailəli kimi yaşayırlar. Biş düşləri bir, əkin biçinləri bir. Bir. Bir yatmaqları başqadır da. Nə kəp-kəp baxırsa mənə. Bu toşlu informasiyadır. Bütün kənd bilir ki, mən 3-4 mənbədən təsdiqlənməmiş məmulatı dilimə dalmaram. Məmulatı yox, məlumatı. Əlqərəz, bugünə qədər qonşu kimi yaşayıblar, bugündən ər-arvad kimi yaşayırlar. Burada nə problem var? 5 saatdə həll eləyə bilmirsiniz. Ziyadxan kişi, dədəm balası, qulaq as. Mənim də obyektim var da, onların sayı birisi azalar. Bilirsən, qadan alım. Yaş öz sözünü deyir. Bütün kəndi nəzarətim altında saxlaya bilmirəm. Hamı pambıqla ot kimi dolanır. Vicdanım haqqı. Belə çatdıra bilmirəm. Ver əlimi. Allah mübarək eləsin. Sağ ol. Gülünsə bacı, oğul uşaqlı olasınız. Artıq çıxışlara heç ehtiyac yoxdur. Ay kişi, biz bir söz demirik. Ay dədə, vallah kənddə kəsəkdə bihabır olarıq. Ay kişi, heç rəvadı mı sənin evdə gözəl göysək qızın qalıb qarıya, sən gedib onun üstünə analıq gətirəsən. Sonra da o analıq da sənin bu qızının ayaqlarından sallaya təndirə Fatma kimi. Sonra sən o dünyada anamıza nə cavab verəsən? Sən mənim qızımdan narahat olma. Allah qoysa sabah Məryəmlə Mikail'in nişanıdır. İnşallah sabah toya qarışacaq. Ayşe sen ne danışırsan? Elə şey olar, bugün tanıdığın adama sabah kız verəsən. Ondan ise Meryem evde kalacak. Sən danışma. Gedib Rusiyyada özünü bizim həyətimizdəki çilli toğun vidinə salmısan. Əlbəttə sən kimi qardaşın bacısı elə evdə qalacaq. Mənim işlərimə qəti olaraq heç kim qarışmasın. Evdə qalmaq fikrim də yoxdur. Sağ ola Meryem. Mən bu dünyada çox üzlər görmüşəm. Mikail elə əsl mən deyən oğlandı. Həm ağıllıdır, həm də ki əsl müsəlman. Ağsaqqal, məsləhət kimi çıxmasın. Bu bir talih söhbətidir. Belə yerdə tələsmək lazım deyil. Bəlkə elə bu məclisdə sizin kürəkəniniz olmağa daha layiq papaq altda elə maraqlı oğlanlar var ki, sadəcə özünü göstərməyə şans tapa bilmir.
Duman. Bəli. Sən elə o 3 şirvanın hansı cibində olduğunu tapanmamısan? Vallahi tapamamışam. Üstəlik maşın açarlarını da itirmişəm, qalıb düzün ortasında. İnşallah özünü itirərsən. Xala qızı. Mənə elə gəlir ki, da bu söhbətləri saqqız kimi uzatmağın mənası yoxdur. Sabah elə bizim həyətdə gözəl bir stol açarıq. Həm mənlə Gülnisa arvadın evlənməyin rəsmiləşdirərik, həm də Məryəmlə Michael'ın nişanını qeyd eləyərik. Kim bu xoş hadisəni bizlə qalıb qeyd eləmək istəyirsə, çox gözəl, buyursun qalsın. Yox, əgər kim narazıdırsa, getmək istəyirsə, qoş, sən belə elə, bu uşaqları apar, yerbəyer elə. İnşallah sabah işimiz çox olacaq. Sabah işimiz həm çox olacaq, həm də çox xoş olacaq. Gəlirəm otağına, oyadım səni, ay Nuruş, oyadım səni. Ne güzel xəlq eləyib yaradan səni, ay yeter yaradan səni. Götürüb mən qaçmışam aradan səni, ay Nuruş, aradan səni. Geceden keçdi diridin, tükendi səbrim diridin. Geceden keçdi diridin, tükendi səbrim neredin. Gel yaxın yaxın, ay yeter dizden reyesti. Gel yaxın yaxın, ay Nuruş, Düzmürəm bəsli. Ay yeter. Ama yaman okuduk ha. Oxuduq da sözdür. Lap cəhcəh vurdu. Değil babam. Bu mahnı azaldı olsaydı daha lezzetli olardı. Elə demə. Ay, gizlində olan şey daha maraqlı olur. Bu deyir, Dədən Ziyadxan kişi. Azadlıqdadır. Azadlıqdadır. Nə olsun? Ne olsun? Vəziyyəti pisdir. Vəziyyəti pisdir. Dərsdə arvad deyir, oğlum, talıb doktor gəlib baxıb kişiyə. Deyir, bu Ziyadxan kişiyə bu saat. 1 litr araqla yarım kilo sarımsaq da versən düzələsi döyülür. Bir sözlə atları yeri. Az bəs bunu mənə mahnını oxumamışdan qabaq niyə demirdin? İndi mən neyniyim ha? Neyniyim mən? Yox, mən daha buna dözə bilmirəm. Babalarım demişkən. Ay Nuruş, sənin fikrin babalardan geçməsin. Ata, müharibədən qayıtdın? Qayıtdım oğul, qayıtdım. Sən necə də böyümüsən, ay qeyrətlinim mənim. Ata, nəysə ürəkmə dalmışdı ki, bir tür xaldekin qapısı açılacaq və sən oradan çıxacaqsan. Hə oğul, bilsən ki bu qapı insanı haralara aparmır. Bəs sənin tüfəngin hanı? Yoxsa səngərdə qoyub gəlmisən? Yox bala, sənin dədən səngərdə silah qoyan kişilərdən deyil. Odur bax, gətirmişəm. Ana, deməli Həsən hər gün müharibə gedib qayıdırdın? Müharibənin üzü qara olsun. Eybi yox. Təki vətən sağ olsun. Mən sizinlə qürur duyuram.
Seni gördüm rüya kimi, dinenmedim sözüm kaldı. Dedim belki sen dinersen, dudağımda gözüm kaldı. Dudağımda gözüm kaldı. Dinmesem de sen danıştın sevgi dolu gülüşünle taleyime ışık saldın. Sen ömrüme gelişinle gözlerinde sevgi gördüm. O duygular neler tanır, koyu yürekler fıçıldansın. Ne mendilim ne sen dalın, gözlerinde sevgi gördüm. Ay o duygular neler tanır, ay koyu yürekler fıçıldansın. Ne mendilim ne sen dalın. Bugün kalbim yaralandı. Ele sevdim kime benden, özü kimdi haralıdı. Hiç bilmirəm kime benden, ay hiç bilmirəm kime benden. Dinmesen de sen danıştın sevgi dolu gülüşünle taleyime ışık saldın. Sen ömrüme gelişinle Gözlerinde sevgi gördüm, gördüm, gördüm. O duygular neler tanır, koyu yürekler fıçıldansın. Ne ben dilim ne sen dağır, gözlerinde sevgi gördüm, gördüm, gördüm. O duygular neler tanır, ay koyu yürekler fıçıldansın. Ne ben dilim ne sen dağır. Uzaqda doğulduk bir-birindən. Xəbərimiz olmadı bir-birimiz üçün doğulmağımızda. Uzaqda yaşadıq. Düşünmədən, bilmədən. Nə vaxtsa həmişəlik görüşəcəyimizdən. Uzanan yollar, bir-birini aparan yollar qovuşturdu bizi. Ayrı-ayrı vətənimiz vardı bizim. Sevgi adlı bir vətəndə qovuşturdu bizi bu yollar. Allah bu İngiliz qədəsini dinə imana gətirsin. Ziyadxan kişini həm ölümdən qaytardı, a kişi həm də evlənməyə razı saldı. Ay nə deyirsən? İblis bəydən dedi, eşitmirəm. Dədən balası, deyirəm Allah bu İngiliz qədəsini dinə imana gətirsin. Yəni deyirsən o dinə imana gəlib sizlərə oxşasın? Bu da bizim ağsaqqal.
Allah xoşbəxt eləsin. Təşəkkür edirəm. Yar yanlardan olasın. Sağ ol. Qoşa qarıyasın. Sağ ol. Nə bilim, elə baxtavar olasan bacı. Az. Tamam yadımdan çıxmışdı. Bugün Nuruşla sənin evlənməyin 10 ili tamam deyil. Efendim bunu muhakkak kutlamalıyız. Evlənib elə pərəzən günə çıxmışam. Hələ bir yubileydi keçirəcəm. Deyirəm ha qardaş. Azadlıq nə gözəl şeymiş. Düz 9 ilimi itirdim. Sen 9 yılı boş yere itirmemişsin ki. Sen onu vətənin azadlığı yolunda mübarizəyə həsr eləmişsin. Təki vətən sağ olsun. Ha? Zeliş. Ha Zeliş. Ha Zeliş. Oyan. Polis gəlib aydınlaşdırsa ki, mən də səninlə birlikdə piyansikerlik eləmişik, qəza törətmişik. Onda bütün məmləkətdə gərək rüsvai cahan olan. Ay Məmiş dayı, yaralı adamı da qoymursan insan kimi yazsın. Deyər ki, bizi yıxıb yerə zorla ağzımıza araq töküblər. Anamın Goraqqo rayonunun adlı sanlı din xadimi Molla Məmişə belə hörmətsizliyi Avropa Şurası özü bizə bağışlamaz. Nə axmaq danışırsan. Avropa Şurası sənin dədəni diriltməyəcək. Motosiklet iştiraflığa salanda 3 gün əməl onu çıxarda bilmirəm. İndi deyirsən ki ya, bir həftə burada qalıb izahat verək. Yaxşı, nə qayraq, nə tər çıxaq arada. Nə tər? İndi Məmiş dayı sənə göstərər necə aradan çıxmaq lazımdır. Getdik. Ya düş. 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 Gel. Ziliş gəlib çıxmadı. Dünəndən Molla Məmişi gətirməyə gedəndir. Yaxşı, gəlin oturaq. Hadi kız gel. Yok. Yemeği olarak. Yaxşı, höcət eləmir, oturun. Oturun. Görəsən indi dədəm evdə neynir? Mən sənə dedim ki, mənim ayağım sınır. Məmiş dayı, sən belə şeyləri çox görmüsən. Görəsən dədəm indi ölüb yoxsa salamatdır? Mən ki sənin dədəni tanıyıram. O ölən deyil. Düş məni dəyiş. Düş. Düş məni dəyiş. Gəl keç görüm. Düş məni dəyiş. Keç görüm. Ay sağ. Dəyiş məni. Yavaş. Amma adam balası kimi üzür. Siriş kimi yox. Vallah başımı itirmişəm. Çoxdandır bizim evdə belə şadyanalıq olmamışdı. O uşaqlar hamısı sərçə öz yuvasını tərk elədiyi kimi böyüyəndən sonra ata-ana ocağına atıb gedirlər. Elə bil heç bu evdə, bu həyatda böyüməyiblər. Amma bir fikirləşmirlər ki, axı bu evdə, bu həyatda onların yaxşı günləri olub. Düzdür, bəlkə də pul, şəhər, ailə.
onları ata-analarını unutmağa məcbur eləyir. Amma nətər ola bilər axı insan öz yurduna, öz ata ocağına qayıtmasın? Nəysə, bax bu günlər elə bir xoşbəxt günlərdən biridir. Yığışmışıq bura. İki mühüm, gözəl bir hadisəni qeyd edək. Deyəsən düz vaxtında gəlmişik. Nə də bu? Deyəsən, müasir yas məclisidir. Aman, ayağım. Ziyad xan, sən ölməmişsən, dirisən. Mən ölməmişəm. Amma siz deyəsən elə yarımcansınız. Siriş, mən sənə dedim də, dədən ölən deyil. Sən mənə tanış gəlirsən. Mən səni. Mən də səni. Qardaşım. Brat, moy brat. Qardaşım. Faxoş. Xuduş. Siriş. Nuruş. Ayaks, dağılış. Harda qaldıq? Birincisi oydu ki... Mesaj dolu. Ayıp yekə kişilər qoy kişi sözünü desin. Birincisi odur ki, kimin nə düşünməyindən, nə fikirləşməyindən asılı olmayaraq, mən ömrümün qalan hissəsini Güllüsə ilə bir damın altında yaşamağa qərar vermişəm. Güllüsə həmişə bir qonşu kimi mənə hayan olmaqla yanaşı, bana həm bacı, həm ana olub. Həm oğul olub, həm qız olub. Valla. Deməli, bəlkə də cavanlar düzgün başa düşməz. Amma mənim yaşıdlarım başa düşərlər ki, bu yaşda çox çətindir tək qalmaq. Elə demə ay qonşu, məni yaman köyrətdi. Daha bir xoş hadisəni sizə çatdırmaq istəyirəm. Buyur Ziyad xan ki. Bu gün mənim qızım Məryəmlə Mikailin nişan günü. Allah mübarək eləsin. Teşekkür ederim, teşekkür ederim. Sağ olun. Çoxları fikirləşə bilər ki, nəyə görə Ziyad xan kişi öz qızını başqa bir millətin nümayəndəsinə verir? Əvvəla, əslini Kərəmdən ayıran qara keşiş olmaq istəmir. Evet. İkincisi, Mikail çox ağıllı, çox mərifətli bir oğlandır. Bizim dili öz ana dili kimi bilir. Üçüncüsü, bu İngilis balası İslam dinini qəbul edir. Aferin, Namaz qılır, oruç tutur. Bəs görəsən, bax, bunu yoxlamaq lazımdır. Efendiler, bugün daha bir mutlu günü kutlayalım. Benim kayıncam Nuruş Bey ile Yeter Hanım'ın evliliğinin 10 yıllığını. Kadehleri onların şerefinize kaldırmayı rica ederim. Dilerim 50-100 yıllık evliliğinizi kutlayalım. Çox sağ ol, amma mən qəti etirazımı bildirirəm. Bax, bununla mənim bir günüm 3 günə bərabər olub. Ona görə də o evliliyin 10 illiyini, mən isə 30 illiyini qeyd edirəm. Düz deyirsən. Bax, bu da mənim ona olan yaxşılığım. Ay, mən olmasaydım, bu saat düşmən tankları sənin sinənin üstündə parad keçirirdilər. Oradan bir milli musiki verin. Pulu satayım. Mini ponili de. Bu ateşkəs vaxtı, bu nə söz-söhbət ki çıxmışdı? Güya sən müharibədəsən, nə bilim partizanlıq eləyirsən. Nə qədər ki torpaqlarımızın bir qarşı belə düşmən tapdağındadır. Qeyrətli oğullar üçün müharibə hələ bitməyib. Dədəm balası, görəsən bu xalqın sənin kimi qeyrətli olanları hardaydı? Bu qədər torpaqları işğal olundu.
gemileri var diyor. Bence de ben mi? Şimdi geliyorum. Aşkım geliyorum. Geliyorum. Yani hasta üstə gedir. Ha. Ahmağın bir ahmaq. Əzi birini qırağa çək, biabır eləmə bizi. Hocam ha, bey oğullarlar. Sizi buyurun. Bizim də öz adətimiz var. Bəyi oğurlayanların şərtləri yerinə yetirilməyənə qədər biz gözləməliyik. Ha kardeş bir dakika. Taze ben görmeyipsen. Ha bu kişi seryozla kızı bədbaxt eləyəcək. Ben ne diyeyim Kuduş kardeş? Ya deli hardan bilecek bizim kızın kadrini? Ya elə niyə deyirsən? Ya dəlli biri mən. Sən bilirsən mən Rusiyada nə qədər qızın gözünü yaşlı qoyub gəlmişəm. Qubernatorun öz qızı düşdü dizlərimə. Dedi, ne uydu mini, Xuduş. Mini polizdə, diyə apasdan. Avalam, deyəsən siz axı hər şeyi gerçək qəbul edərsiniz. Bəyi oğurlamaq bizim toy adətimizdir. Bu bir zarafatdır, bir əyləncədir. Yazırsan ki, zəhrimar, mənə dəxli yoxdur. Yazırsan ki, mən, Michael, Məryəm, Ziyadxan qızından evlənməkdən könüllü olaraq imtina edirəm. Bununla da bu məsələ bitsin, qutarsın. Bana düşdün? Yaxşı, onda belə danışdıq. Nə sənin, nə də mənə. Yox! Qışqırma. Şey oğlu, şey. Bana düşdün? Allah'ın belası da imkan vermeyecek. Geçtiğiniz olsa muradımıza çatar. Ahmağın biri ahmaq. Hele bunun bir danışığına bak. Yaxşı deyiblər ki, qonşu qonşu olsa kör qız ərə gedər. Hayvan oğlu hayvan. Bu da senin aklın. Valla. Heç nə lazım deyil. Bəyimizi şərtsiz plansız bıraktılar. Evet, evet. Teşekkür ederim, teşekkür ederim. Dədə, mənə elə gəlir ki, bizim xoşbəxtliyimiz yurd yerinə, kökümüzə qayıtmağımızdadır. Qanazanla bərəkallah, qızım. Зараза. Can, ser samaya. В общем-то, скотина. Nə deyirsən haqqın çatır? Tova gəlib qaytarış edim. Prosto burasında 20-cə qəti pulum var idi. Şimdi polizdə. Ey, toydu, gel. Ay cavan, ay millət, hara gedirsiniz? Kəndinizə qayıdın. Elə maraqlı oğlanlar var ki, sadəcə olaraq özünü göstərməyə şans tapa bilmir. Sən elə o 3 şirmanın hansı cibində olduğunu tapamamısan? Vallahi tapa bilməmişəm. Üstəlik maşın aşarlarını da itirmişəm, qalıb küçədə. İnşallah özünü itirərsən. Xala qızı. Nəysə, bu söhbətlər qutardı. Mən elə gəl ki, bu söhbətlər
Aynen neceydi? Aynen neceydi? Ben belə. Yok, bir de intikamın gelsin. Bir de getirdik. Çatırdık, bir de getirdik. Oradasan. Getirdik. Ay kişi, biz bir söz demirik. Ay dede. Ay kişi, valla bu kənddə kəsəkdə bir abır olar idi. Ay kişi, sənin evdə ərə gedəsi gözəl qızın, qarıya. Sən onun üstünə analıq gətirirsən. O analıq da sənin qızının ayaqlarından təndirə sallayar Fatma kimi. Onda o dünyada sən anamıza... Ne cevap verersen abi? Ha sen benim kızım hakkında narahat olma. Sabahları Meryem'le de Mikail'in nişanıdır. Allah koysa sabah toya karışacak. Ha. Sen ne danışırsan? Bugün tanıdığın adama sağ kız vermək olar. Ondan sonra Meryem evde kalacak. Benim işime hiç kim karışmasın. Benim evde kalmak qəti fikrim yoktu. Arzunu sırar. Sağ ol Meryem. Alsın. Kim istəyirsə neyse qonşu. Sabah işimiz çok olacak. Uşaqları yerləşdir. Tut görmə bunu. Sabah işimiz hem çok olacak, hem de ki çok hoş olacak. Ha. Tut görmə bunu. Sabah işimiz hem çok olacak, hem de ki çok hoş olacak. Fatma belə gir. Sevgili hanım, bu вчерашний мали. Сегодня не надо. Yaşar, sen de var biliyorsun. Sefa, sen de yapman lazım diyor. Biraz da çoraplarım. Vay sağ ol. Gidek. Sen ne istiyorsan hiç. Bağışla bir de. Bir de. Ne size bilmem. Ne size. Gitti. Sen ne istiyorsan hiç. Belə gərgin vəziyyətdə nə istəmək olar? O nə səs-küydü orada? Abala. Ayye. Gecenin yarısı kimle boğuşursan orada. Yazdım. Oynayalım. Sen ne istiyorsan hiç. Belə gərgin vəziyyətdə nə istəmək olar? Nə səs-küydü orada? Abala. Gecenin yarısı kimle boğuşursan orada. Buyurun. Əbülhösənin qızı burada nə gəzir? Mən gəzməyə gəlməmişəm. Gəlin gəlmişəm bu evə. Nətər yəni? Elçi getməmişik, nişan aparmamışıq. Bu. Beyaz. Mailin kürəyində gətirdiyi cəmdək buymuş. Nətər yəni? Elimizin adəti var. İmanım haqqı gədənin başını pişiriblər Əli Paşa. Nəyini pişiriblər? Ay başın. Deyirəm gədənin başını pişiriblər. İmanım haqqı. Olmayan şey necə anlatırsan ayar bak, hə? Nəyə ki? İmanın var, sənin imanın var, imanın Niyə var. yoxdur? Sənin imanın yoxdur. Var. Bir dəfə sən... Bəsdirin. Bu eldən bu evdə dava dalaşı yığışdırın. Gidin yatın. Gidin dana malın başı ağrır. Gidin. Abala, bəs məsləhət, məşvərət eləməyək? Əl Paşa dayı. Poz orada değişmedi. Büyürüz de olmuş. Gittik. Bir kadar olacak. Mor mağaza. Buyurun.